durdum, buna yer verdim, bu qadın oturdu. Yanındakı kişinin acığına geldi. Bu avtobus da biraz iskandal verən ki, əmələ gəldi. Bunu indi zamanın boynuna qoymaq olar, ağsaqqalın boynuna qoymaq olar. Demək olar ki, qızlar da həmən qızlar deyil, oğlanlar da həmən oğlan deyil də. Ərə getmək həri bir şey deyil ki, sən gedib şah kimi dolanacaqsan. Hay olur, qız bir dənə telefonla zəng gəlir, məsəl üçün ki, ay ana, mənə bugün acıqlandılar. Bakı oğrularından biri istəyir ki, Zeynalabdin Tağıyevin evinə girsin. Adət-ənənələr də Bakı oğrularında, Bakı yəni ki, qoçularında bax belənçində bir şeylər, adət-ənənələr olub. Qədimdə micməylər olub. Micməyi deyirdilər bizim yaşlı insanlar. Təbəqləri, iri təbəqləri qoyardılar. İçində amma o qartanı dilə var bunu ki, yeyəndən sonra sancılanır adam. Ağsaqqala Bakı ətrafında, Bakı kəndləri ətrafında, Bakı zonalarında Ağsaqqala, Ağbircəyə həmişə hörmət olub. Oturmuşdum avtobusda. Yanımda da bir nəfər kişi vardı, papaqlı verənçiyinə. Oturmuşlar, mən yaşlarda olardı. Bir dənə qadın gəldi, avtobuslarda basa-bas. Bir dənə qadın gəldi, dayandı. Deməli, mən bu qıraqda oturmuşam, burası kişi bu stolda oturub. Qadın gəldi, dayandı, yəni ki, tutdu şeydən, oturacağın dəstəsindən. Mən yəni ki, belənçiyini görmüşəm ki, Bakı cəmaatında müəllimlər də bizə tərbiyə verib, ata-analar da bizə tərbiyə verib ki, qadın gələndə, sonra ağbirçək gələndə hörmət eləmək lazımdır da bunu da. Mən durdum, məndən bu qadın cavandır. Bəlkə bir 30 yaş cavandı məndən. Mən bunu durdum, buna yer verdim, bu qadın oturdu. Yanındakı kişinin acığına gəldi. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Dedi ki, bəs sən bu qadından neçə yaş böyüksən, nöşdürdün buna yer verdin də. Neysə, bu avtobus da biraz iskandal verən ki, əmələ gəldi. Mən dedim, ay kişi bilirsən nə var? Mən belə tərbiyə görmüşəm ki, qadına sonra hörmət eləmək lazımdır. Mən nə olsun ayaqsız duyanaram, kişi xeylam, yıxılsam da bunun eybi yoxdur. Amma qadın xeylam var, avtobus tərpənir, bir-birinə toxunurlar. Başa düşdün? Bakı cəmaatını ümumiyyətlə qadınlara, hamısına hörmət edib. Bir haşiyə çıxın, bu qadınlarla əlaqədar, məsəl üçün, ana-bacılarımızla əlaqədar, bu Qala kəndində bütün qapılarda 2 dənə taqqılban olardı. Taqqılbanın, deməli, birin vuranda böyüdü, birin vuranda biraz gür səs çıxardırdı. Ubursun vuranda zərif çıxardırdı da, səsi zərif çıxırdı. Bu taqqılbanlar 2 cür olduğuna görə bu böyük səs çıxardandan kişilər istifadə edirdi. Taqqılbanı vuranda evdə evin yiyəsi ya kişi, ya qadın olardı. Gördü ki, böyük səs gəlir. Bilirdi ki, bu kişidir qapının arxasında. Kişi qapının gedib, məsəl üçün, həyitin qapısını açıb, kimsə olduğuna görə bunu nəzər salmazdı da. Bilirdi ki, məsəl üçün, zərif səs gələndə bu qadına məxsusdur. Qapının dalında zəng vuran, məsəl üçün, taqqılbanı döyən qadındır. Hay verməzdi içərdən. Onun xanımı hay verərdi, ya qapıya çıxardı, ya hay verərdi ki, kimdir qapının arxasında. Əgər səs soraq olmazdı, 2 dəfə taqqılban döyüləndə ya kişi olsun, ya qadın olsun, çıxıb gedərdi. Bu, bizim adət-ənələrimiz qadına, xanıma gör nə qədər hörmətdir. Hamısı bundan yəni ki, əmələ gəlir. Hamısı bundan uşaq da baxır, sonra hörmətə baxır. Bir ağsaqqaldan soruşurlar ki, ay ağsaqqal, sən necə bu hörməti qazanmısan? O biraz belə ifadə edib, mən biraz yaxşı ifadə edim ki, deyib ki, ayaqlarımla qazanmışam bu hörməti. Sonra evdə xanımıma hörmətlə qazanmışam bu, yəni ki, hörməti də. Deyiblər, necə? Deyib ki, birinci evə gələndə mən xanımıma hörmət eləmişəm. O da bunun müqabilində
mənə hörmət eləyib. Uşaqlar görüb ki, mən yoldaşımla belə davranıram. Onlar da çox mehriban davranıblar. Mən içəri gələndə, xanımım ayağa duranda uşaqlar da dururdu ayağa. Sonra bu hələ məhəllədə əmələ gəldi. Mən məhəlləyə çıxanda qonşular da dururdu ayağa. Məclisə gedəndə məclisdəkilər də dururdular ayağa ki, mən hörməti belə qazanmışam. Gərək ki, kimsə gələndə ayağa durasan onun üçün. Ya küçədə bir kimsə gələndə, keçəndə, qədim yaşlı kişilərdən mən hələ eşidirdim, hələ atam da mənə nəsihət verirdi ki, belə ki, yəni ki, vaxt Qalı kəndində meydanlar olub da, bir neçə meydan olub. Onun bir adını çəkərəm, bizim məhəllədə olub, Hacı Ramazan meydanı olub deyiblər. Orada yaşlı kişilər yığılmışlar da, axşam tərəfi, o ki, məsəl üçün, qış vaxtlarında düşürdü. Oradan uşaq görüb ki, məsəl ki, 20 yaşı var. Görüb ki, ağsaqqallar yığışıb bu meydanda, o meydandan keçib getməzdi. Küçəni deyişərdilər ki, bu ayıbdır, hörmətsizlikdir ağsaqqala. Bax, verənciyində bir şeylər vardı. Məsəl üçün, Bakı adət-ənənələrini götürəndə, yəni ki, biz böyük bir ailə olmuşuq. Anam xörək pişirirdi, qazanda, məsəl üçün qoyurdu. İndi kimsə uşaqlardan böyük bir ailə idi də, azıyırdı, deyirdi, ay mama, biz xörək verməli. Deyirdi, yox, qoy aton gəlsin. Sonra bu qazanın qapısını açım. Söhbət bu xörəkdən getmir. Söhbət burada evin kişisinə, ağsaqqalına olan hörmətdən gedirdi ki, gərək kişiyə, ağsaqqala belə hörmət eləsin. Uşaq da görürdü, dərs alırdı bunlardan da. Bu adət-ənənə belənciyinə də gedir də. Qalmayıb. Bu olub 60 il bundan qabaq. 50 il bundan qabaq olub belənciyinə bir, yəni ki, adət-ənənələr. İndi itib gedib də, indi bilirsən, Bakıda əvvəl 1 milyon əhali vardısa, indi 10 milyondursa, bu yəqin ki, bu qalmaz. Yəni ki, bu cəmaat, insanlar hamısı qarışıblar bir-birinə. Yəni başqa bir adət-ənənələr də gəlib qoşulub. Yavaş-yavaş işləyib də, indi nə qalıb, məsəl üçün, bu kəndlərdə, Bakı əhalisində bir balaca görürsən ki, qalıb bu adət-ənənələr. Çox yanılmıramsa, Qoçu Həcəbəli olub, yəni ki, biraz sözümdə ola bilər ki, düzgünlük olmasın, belə qalıbsa yadımda. Bir yerə qonaq gedib, Dağıstan tərəfə, qonaq gedib ki, belə də, yəni ki, tanınmış bir yerə qonaq gedib, orada çağırıb ev yesin, ev yesinin deməli, oğlu çıxıb. Oğlu da cavan bir uşaq olub. Oğlu çıxıb, əlində tapança, başlayıb tapança ilə bu şeyin qabağında, bu qoçunun qabağında hərəkət eləməyə. Bu da, indi də qonaq gəlib, bunun qabağında tapança oynatmaq da biraz yaxşı düşməz də, bu da qoçulardan biridir. Sonra nəsə gəlib, sonra evə oturublar, qonaq olublar, çay çörək yeyiblər. Gedəndə həmən uşağın atasını çağırıb, uşağı da çağırıb. Deyib ki, ay bala, bu tapança çox ağırdır sənin üçün, oynadırsan bunu. Gəl, mən sənə yaxşı bir tapança verim. Bunu öz tapançasını çıxardıb, verib həmən uşağa. Bu, yəni ki, o qoçular arasında, yəni ki, olan bir şeylərdir. Ayda ildə bir dəfə toy olurdu, bütün kənd cəmaatı tökülüb gəlirdi. Toya gəlirdilər. Görürsən ki, hamısı kömək gəlirdi. O vaxt çox böyük musiqi alətləri yoxdur da. Yəni ki, nağara idi, sonra qarmondu, tütək deyirdik də, qara zurna deyirdik el arasında. Məsəl üçün o idi. Bax, belə bu toy adətlərdir ki, belə yəni. Sonradan hər şey müasirləşdi. İndi, məsəl üçün, baxırsan, hər cür musiqi alətləri var. İnsanlar ki, toplaşırdı, muğama qulaq asırdılar. Oynayan olmazdı. Toylarda, məsəl üçün, oynayan olmazdı. Kimsə, yəni ki, oynayardı ya. Yəni ki, buna biraz, necə, belə mənfi baxardılar da. Bu, mən danışıram, məsəl üçün, 80 ilin, 70 ilin söhbəti. Amma cəmaat özü ki,
hansı ki kimsə məsəl üçün yaxşı bir rəqqasdır, gözəl oynaya bilir, məsəl üçün, o vaxt məsəl üçün Heyvagülü deyirdilər. Və bunu oynayan bir dənə, iki dənə məsəl üçün kişilərdən olurdu. Tək onu xahiş edirdilər ki, məsəl üçün ki, Heyvagülünü gəlsin, məsəl üçün keçməməsi deyirdilər, məsəl üçün. Bax, o vaxt verənkini mən eşitmişəm. Onu, məsəl üçün gəlirdi, o oynayan rəqqas ki, oynaya bilir, o oynayırdı. Bir, iki dənə oynayan olardı toylarda. O ilə də qutardı. Məsəl üçün, toy başlanırdı, sonra bəy içəri girəndə, məsəl üçün ki, bəy içəri gələndə onu tərif edirdilər. Çox da oturmazdılar o bəyi. Tərif edirdilər, o tərifdən sonra bəy durub çıxıb gedirdi. Bax, beləcəklə bir şeylər var da. Atasından, əmsi uşaqlarından xələt alardı. Xələt də onda neydi? 1 manatdır, nə bilim, 3 manatlıqlardır, bax, beləcəklə bir şeylərdir də. Hətta mən görmüşəm ki, məsəl üçün ki, gəlin gedən bacılar vardı, xanımlar ki vardı, onu gündüz yola salmazdılar. İndi məsəl üçün ki, müasirləşib hər bir şey. Amma 50 il bundan qabaq belə deyirdi. O ki, gəlin qapıdan çıxacaq, ata qapısından gedəcək ər qapısına, onu axşam yola salardılar. Yəni ki, bu axşam da gəlin görsənməsin. Gəlinə hörmət, sonra evin yesinə hörmət, gəlin görsənməsin. Duvağın içində qapıdan şəhər qarışanda, axşam olanda, o vaxt məsəl üçün mənim yadıma gəlir ki, Pobeda idi, sonra nə bilim, Qazıgin bir maşın deyirdilər. Bax, belə şeylər vardı da. Sürürdü lap qapının ağzına, o gəlini, oğlanın adamları oturdurdu, məsəl üçün, maşına, axşam. Onu yola salırdılar, məsəl üçün, ər evinə. Güran, nə bilim, zamanda deyim, təkmilləşdirilmədə deyim. Yəqin ki, Avropanın, Qərbin təsirləridir, xaricin təsirləridir, hamısı gəlib toxunub adət-ənənələr də heç olub gedib də. Məsəl üçün də əvvəllər mən görmüşəm ki, kişinin evdə dediyi söz olub. Heç kim buna müdaxilə eləyə bilmir. İstəyir həyat yoldaşı olsun, istəyir oğlu olsun, istəyir ki, 40 yaşında oğlu olsun. Kişinin dediyi söz kəsərli olub. İndi olmur da, ələnciyində bir şey ki, gərək hamısı ilə nəsə bir məsləhətləşəsən. Məhəmməd Peyğəmbər əleyhissalam da, Allahümmə səlli ələ Məhəmməd, mən hansı bir kitabda oxumuşam ki, həyat yoldaşları ilə məsləhətləşərmiş. Amma özü qərar verənmiş bu işlərə. İndi onlar da yəni ki, yox olub gedib də. Bunu indi zamanın boynuna qoymaq olar, ağsaqqalın boynuna qoymaq olar. Vallahi indi hər bir zaman gəlib çatıb ki, mən özümdən götürürəm. Məsəl üçün, bir neçə evlad sahibisən, bunları gərək atanın borcudur da. Yəni ki, evləndirəsən, nə bilim, neynəsən, bu atanın borcudur. Bunu güc çatmaq olmur. Novruz bayramı, yəni ki, ildə bir dəfə olan bir şeydir. Uşaqlar buna çox sevinərdilər. 10 gün, 15 gün qalmış, mən öz kəndimizdən danışıram da, məsəl üçün, əhəng deyilən bir şey vardı onda, daş götürürdü, məsəl üçün, atalarımız daş götürürdülər karxanalardan, puş daş deyirdik ona, yandırırdı, məsəl üçün, 5 gün, 10 gün yanırdı alovda. Bu daşlar əriyirdi, əhəng şəklini alırdı. O həngi sonra su tökürdülər, üstünə söndürürdülər. Bu daş divarı, küçələri, nə bilim, evin qapısını, evin girəcək qapıları, məsəl üçün, hamısını ağartardılar Novruz qabağı ki, Novruz gəlir. Qədimdə micməylər olub, micməyi deyirdilər bizim yaşlı insanlar, sonra məcməyi deyirdi, o da ki, şeydən, nə bilim, latundanmı, sonra nə bilim, misdənmi düzəldən iri bir məcməylərdir, naxışdır. O qoz fındığı Novruz bayramındakı, məsəl üçün, qoz fındıq olurdu, sonra qoğal olurdu, şəkərbol olurdu. İri bir məcməyinin içində tökürlər, qoyurdular stolun üstünə. Novruz bayramı keçirilirdi. Sonra ən yaxşısı Novruz bayramlarında hər bir həyətdə təndir vardı. Hər bir həyətdə təndir vardı. Novruzda ki, 20-si məsəl üçün Novruz bayramı axşamıdır, nə bilim nədir, bir gün, 2 gün qalmış, məhəllədə qadınlar, analar yığışardı bir yerə. Sonra köməkləşərdilər.
xəmir yoğurardılar, nə bilim təbəq deyirdik, o təbəqləri, iri təbəqləri qoyardılar, qoğal bükərdilər, qoğal düzəltərdilər, təndirdə yapardılar. Mən deməli 75-ci ildə, 74, 75-ci ildə əsgərdən gəlmişdim. Onda axırıncı dəfə anamı gördüm ki, təndir yapır. Giyinərdi əlcək, sonra oturardı təndirin yanında, atam təndiri alovlandırardı. Nə ki atama, bütün bu kənd cəmaatı Ələnkində hər bir kənddə təndir vardı. Oturardı, məsəl üçün, qoğal yapardılar təndirə. Qoğal yapardılar. Nə bilim, balam, mən deyirəm də 60 il bundan qabaq bəlkə yemişəm o qoğallardan. İndi də qoğalların dadı damağımdadır. Təndirdən çıxan qoğal, otururduq məsəl üçün çayla, sonra qəndlə, şirin çayla qoğal yeyirdik. Baxıb görürsən ki, ildə bir dəfə olurdu bəlkə bu. Ona görə bəlkə də ki, çox yaxşı bir nəticə əmələ gəldi də. İndi maşallah hara baxırsan hələ qoğaldır da. Novruz bayramı oldu, olmadı. Sonra hansı dükana görürsən ki, qoğal. İçində amma o qartanı dilə var bunu ki, yeyəndən sonra sancılanır adam. Demək olar ki, qızlar da həmən qızlar döyür. Sonra oğlanlar da həmən oğlan döyür də. Oğlanın yəni ki, kəsəri yoxdur. Ağzının kəsəri yoxdur, belə deyək də. Mən yəni ki, loru dilində deyirəm. Bir başçı kimi başçılıq eləyə bilmir. Qıza da ata-anası dəstək olur. Əvvəlki qızlar evdən gedəndə anı deyirdi onları ki, bu evdən çıxırsan, bir də bu evə qayıtmamalısan ha. Yəni ki, sən onu nəzərində götür ki, sən bu evdən çıxırsan, sənin gəlsə ölün də, yəni ki, əri getmirsən, orada dözməlisən hər bir şeyə. Amma indiki valideynlər hələ demir ki, məsəl üçün ki, ya gəlinləri başa salmırlar ki, sən hər bir çətinliyə dözməlisən. Bu, ərə getmək hər bir şey deyil ki, sən gedib şah kimi dolanacaqsan. Bunun enişi var, yoxuşu var, sonra uşağı var, çatışmamazlığı var. Hər bir şeyə görək dözəsən. Əvvəlki atalar deyib ki, bu qədimdə mən, bizdə fars dili olub da, deyirdi ki, bu fars dilində deyirdi, qadim kilər ki, deyirdi ki, biz yumurtanın birini 20 qəpiyə yedik. 20 qəpik də böyük bir puldur onda. Arvad boşamadıq. İndiki valideynlər görürsən ki, hay olur, qız bir dənə telefonla zəng gəlir, məsəl üçün ki, hay ana, mənə bugün acıqlandılar. Ana da hay haşır çəkir, gəlir, sonra aləm deyir bir-birinə. İndi bu da evin yesidir, ağsaqqalıdır. Biraz oradan, biraz buradan əmələ gəlir, olur heç nə. Boşanmalar ona görə artır. Sonra da evsizlik. İndi hələ kənddə də var. 40 yaşı var, evi yoxdur. Yaxşı, bizdə də hələ bir adət-ənənə var ki, elçiliyə gələndə ağsaqqal, ya məsəl üçün atası birinci soruşurdular bundan ki, evi var bu oğlanın. Yoxdur, bəs bunu hara aparacaq? Odur ki, pozulurdu bax beləcəni biri. İndidir ki, hələ bir zaman gəlib ki, hər şey bahalaşma, sonra oğlanlar da qorxur evlənməkdən, çətinlikdən qorxur. Bax beləcəni bir şey. Mən bir haşiyə çıxım. 3-cü sinifdə mən oxuyanda, 3-cü sinifdə oxuyanda, İbtidai sinifdə, Allah rəhmət eləsin, Əhyə müəllimimiz vardı burada. O mənə dərs deyirdi. Bir gün mən dərsimi bilmədim. Yazı taxtasının qabağında tutdu mənim başımdan, bax belə, saçımdan deyim. Balaca, ehmallıca vurdu yazı taxtasına ki, sən nə üçün dərsimi öyrənməmsən? Mən bunu haşiyə çıxıram, bax buna əlaqədar olaraq da. Uşaqlar gülüşdülər, nəsə, o sinif yoldaşlarım gülüşdülər, mənə də acıq gəldi. 3-cü sinif şagirdiyəm. Götürdüm sumkamı, qaçdım dərsdən. Gəldim evə. Atam rəhmətli mənə dedi ki, abala, bu nə vaxtın evə gəlməkdir? Bu nə vaxtın evə gəlməkdir? Bu, indi sən gərək dərsdə olardın. Dedim, ay ata, bəs
Falan kəs müəllimə məni bəs saçımdan tutdu, vurdu başımı yazı taxtasına. Mən də götürdüm sumkamı, qaçdım, çıxdım, gəldim. Dedi mənə ki, gəl bura yaxın. Həyətin yanında nar ağacından çubuq vardı. Götürdü o çubuğu, bir-iki dənə də o nar çubuğu ilə mənə vurdu. Dedi, götür sumkavı, sən nə qələt eləmisənsə, bu müəllim səni bizi-bizə döyməz. Götür, get məktəbə. Götürdüm sumkamı, getdim məktəbə. İndi bir haşiyə çıxaraq, indiki uşaqlara nəsə bir toxunulanda ana ata gedir, sonra plan olur, beşməkan olur. Bu boşanmalar da bax belə bir səbəblərdən əmələ gəlir də. Valideyn gərək uşağa öyrətsin hər bir şeyi. Toylardan danışdıq, nə bilim bu tərbiyədən, bu kəndlərdən, hər bir şeydən danışdıq. O vaxtın adət-ənənələri oğrularda da bax beləncini bir adət-ənənə olur. Bizim biraz kriminala da qaçaq, beləncini bir şey desək. Adət-ənənələr də Bakı oğrularında, Bakı yəni ki, qoçularında bax beləncini bir şeylər, adət-ənənələr olub. Mən hansı bir kitabdan oxumuşam. Yəni ki, var da o cürünə bir adət-ənənə. Zeynalabdin Tağıyev, xeyriyyəçi, milyonçu Zeynalabdin Tağıyev, yəni ki, milyonçu olub da, hamısı bunu bilir. Bu Bakı oğrularından biri, adı çəkilir orada. Yadımdan çıxıb, Bakı oğrularından biri istəyir ki, Zeynalabdin Tağıyevin evinə girsin. Oğrularda da sərhəd yoxdur da, istəyir kim olur olsun, sərhəd yoxdur. Bu planlaşdırır bunu, çox yəni ki, dəqiq bir oğru olur. Planlaşdırır bunu ki, Zeynalabdin Tağıyevin evinə mən necə girə bilərəm? Necə girə bilərəm? 10 il ondan qabaq Zeynalabdin Tağıyevin at arabası olub, onun faytonçusu olub. O faytonçuya yaxınlaşır, amma ki 10 ildir çıxıb bu şeydən, faytondan. Daha Zeynalabdin Tağıyevi yəni ki, aparmır heç yerə. Ona yaxınlaşır, deyir ona ki, mən səndən bir söz istəyirəm, öyrənim. Tağıyevin hacının evinə necə girmək olar? Bunu planlı şəkildə sən gərək mənə deyəsən. Bu imtina edir, sonra bu oğlu da buna tapançanı çəkir üstünə, buna qorxu gəlir, bu da yaşlı bir kişi olur. Vəbşim deyir buna ki, bax, belə bir iki mərtəbədə olur, bəllidir yaşayış yeri. Deməli, birinci otaqda Zeynalabdin Tağıyev özü yatır. İkinci otaqda yoldaşı yatır. Girə bilsən, o pəncərədən sən girə bilərsən. Oğlu da bunu planlaşdırır, dəqiqləşdirir. Səhərə yaxın 2-3 radələrində pəncərələrin qabağında ağac olur. Gəlir, çıxır ağaca, pəncərəni açır. Pəncərəni açır, bu faytonçu ona demişdi, axı pəncərəni açanda birinci otaqdan Tağıyevin özü yatır. Görür ki, Tağıyev deyil, xanımı yatıb burada. Bu gəlib oğurluğa, girir içəri pəncərədən, görür ki, xanımı yatıb, stolunun üstündə də bəlkə neçə kiloqramacan zinət şeyləri var. Zinət şeyləri var. İndi xanımdır da, məsəl üçün, yatanda, yəqin ki, bu zinət bel bağı olub, başlıq olub, nə bilim, bilərzik olub. Bu milyarderin, milyonçunun xanımıdır. Neysə, görüb küllü miqdarda zinət əşyaları olar, toxunmuyub buna. Toxunmuyub, gəlib ikinci qapını açıb. Evdən evə qapı olmuş. İkinci qapını açıb, görüb ki, Zeynalabdin Tağıyev yatıb. Stolunun üstündə bir dənə saat var. Bu saat var. Bu evi gəzir, heç nə tapmır. Heç nə tapmır. Çıxanda bu qızıl saatı götürür. Tağıyevin saatını götürür stolun üstündən. Gəlir, indi bu gəldiyi yerdən çıxmalıdır. Gənə gözü sataşır stolun üstündəki zinət şeylərinə. Baxır saatı, baxır bu zinət ki, görür ki, 10 qat, 20 qat bu zinət şeylər bundan ağırdır. Toxunmur bunlara. Necə gəlmişdi pəncərədən düşür, pəncərəni də bağlayır. Zeynalabdin Tağıyev səhər durur, görür ki, saatı yoxdur.
yoxlayır, görür ki pəncərə açıqdır, bilir ki, burada kimsə gəlib. Amma görür ki, xanımının stolunun üstündəki zinət şeyləri toxunulmur bunlara, qalıb bu. Neysə, bilir ki, evə oğru gəlib saatını aparıblar. O vaxtda hamısı, yəni ki, qoçular bilinmişlər ki, oğru kimdir, oğruların arasında yəni ki, hamısı bilir ki, bu evə kim girə bilər, kim cürət edib bu ağanın evinə girə bilər. Zeynalabdin Tağıyev deyir ki, kim o oğrunu ki, mənim evimə girib, tapsa, mənim yanıma götürsə, bunu küllü miqdarda sonra pul verəcəyəm buna. Neysə, həmən oğrunu tapırlar, danışırlar. Deyirlər ki, bəs yaxşı iş görməmisən. İndi bu oğru da hamısı ələnçiyinə bir... Zeynalabdin Tağıyev səni axtarır ki, mənim evimə kim girib. Yaxşısı budur ki, özün get. Otur oyuna üzbəyə söhbət elə də, axtarır səni. Neysə, bu oğru da saat da qolunda gəlir bir çayçıyı, görür ki, Zeynalabdin Tağıyev oturub çayçıda. Salamlaşır, otururlar üzbəüz. Obşum, Zeynalabdin Tağıyev deyir ki, ay hacı, bu bir qızıl bir saat nə mənə şeydir ki, sən car çəkmişsən bütün şəhərə, nə bilim, içəri şəhərə, qoçulara, zada ki, bu qızıl saat nə qiyməti var beynəm ki, sən məni axtatdırırsan. Özüm gəlmişəm, bu sənin saatının götürür, açır əlindən, qoyur stolun üstünə. Tağıyev deyir buna ki, mən ona görə səni çağırmamışam. Mənə bir şey müəmmalıdır ki, mənim qızıl saatımın məsəl üçün 500 manat qiyməti var. Amma orada qadın əşyaları vardı, zinət əşyaları. Onların 5000 qiyməti var. Sən nə üçün mənim qızıl saatımı götürmüsən, onlara toxunmamısan? Oğruya bunu sual. Deyir, məni maraqlandıran budur. Mən ona görə səni axtarıram. Oğru da deyir ki, mən yəni ki, tanınmış Bakı oğrusuyam, məni oğrular hamısı tanıyır. Mən əgər qadının zinət şeylərini götürsəydim, mənim oğru, yəni ki, mənliyimə mənfi cəhət gələrdi. Deyərdilər ki, qadından oğruluq edib bu. Ay hacı, mən ona görə o qadının şeylərinə toxunmamışam. Hacı burada çox söhbət edir ona, deyir ki, oğruluğa at, sonra Balaxanıda quyularım var, neft sənayesi quyularım var, dövlətim var, sənə verirəm, bu oğruluqdan əl çək. Bu deyir ki, mənə heç nə lazımdır. Bax, bu tanışıqlar indi tək bu oğurluqdan sonra nədən getmir? Sən fikir verirsən ki, bu oğru da ola, amma ki, qadının zinət əşyalarına toxunmayıb bu. Bu böyük bir hörmətdir. İndi hələ bir şey var.